versin. Çox Hər şeydən öncə təzyiqim çox yüksək olur. Neçə olurdu təzyiqi? Təzyiqim həmişə 160-180, ondan aşağı olmur. Əməliyyata getdiyim gündə doğrusu ölçdülər, dedilər nətə belə, sonra iynə vurdular, düşəndən sonra əməliyyata keçdim, Allah razı olsun. Neçə müddət təzyiqin var idi? Çox, bir neçə il mən təzyiqlə yaşamışam. Çox yüksək olur təzyiqim. Həm də əzəldən dedim də sizə, inanıb keçmişdim. Çox sağ olun, Allah razı olsun. Təşəkkür edirəm. Əlləriniz dərd görməsin. Minnətdarım. Sağlığınıza Allah can sağlığı versin. Bir də hansı qolun ağrıydı o vaxtı Sol şiddət? qolum. Harası ağrıyırdı ən çox? Sol qolum demək olar ki, belə hər yan. Hər 3 yan. ay ağrı verdi o qolum mənim. 3 ay. Allah Sonra şəfa. əməliyyatdan sonra ağrım keçib. Son bu bir ayda da lap yaxşı olmuş. Şükür. Allah şəfa versin, Sağ keçmiş olun, olsun. Çox sağ olun, Sağ Allah olun. razı olsun. Sağ olun. qanım. Əlləriniz dərd görməsin. Sağ olun, təşəkkür. Xanımın boynunda 5-ci və 6-cı fəqərədə gördüyümüz kimi baxın disk yırtığı götürülüb təzə disk qoymuşuq. Yaxından baxın. Və bununla əlaqədar olaraq boyun qrıjasının əlamətləri tamamilə aradan götürülmüşdür. Nadir xəstələr olur ki, boyun qrıjasında yüksək təzyiq ola bilir. Çox nadir hallarda olur, amma olur. Əməliyyatdan sonra da həm xanımın qol ağrıları gedib, həm də təzyiq aradan qaldırılıb. Təbii ki, biz boyun qrıjasını təzyiqə görə əməliyyat eləməmişik. Qrıjanı götürüb qol ağrısına azad olmaq üçün eləmişik. Amma əməliyyatdan sonra da təzyiqi xanımın qeyd etdiyi kimi tamamilə aradan qaldırılmışdır.